Əl-Fəcr, Dan yeri surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. And olsun Dan yerinə. And olsun 10 geciyə. And olsun cütə və təkə. And olsun keçib getməkdə olan geciyə. Məyər bu andlar ağıl sahibi üçün kifayət deyilmi? Məyər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə, sütunlar sahibi İrəm qəbiləsinə? Halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi. Ha belə, vadidə qayaları yonan Səmud qövmünə, eləcə də sütunlar sahibi Firona. Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış, çoxlu fitnə fəsad törətmişdilər. Rəbbin də onları əzabla qamçıladı. Həqiqətən sənin Rəbbin nəzarət edir. İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə, Rəbbim mənə ehtiram göstərdi deyər. Amma onu sınamaq üçün ruzisini azaldanda, Rəbbim məni alçaltdı deyər. Xeyr, əslində siz yetimə ehtiram göstərmirsiniz. Kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz. Mirası hərisliklə yeyirsiniz. Var dövləti də hərisliklə sevirsiniz. Xeyr, elə ki yer lərziyə gəlib parça-parça olacaq, sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək və o gün cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası? O, kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim deyəcəkdir. O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz və heç kəs onun buxovladığı kimi buxovlaya bilməz. O gün möminə deyiləcəkdir: ey arxayın olan kəs, razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön, mənim qullarımın cərgəsinə keç, cənnətimə daxil ol.